Salam, hər vaxtınız xeyir olsun. Azərbaycan xalqı. Mən bugün Azərbaycana gündəlik neft və qaz ixracından 200 milyon dollar gəlir və bu sadəcə neft və qazdır. Və başqa ixracatları hələ demirəm. Və bu vəsait Azərbaycan xalqının rifahına yox, Mehriban Əliyevənin kosmetoloji prosedurlarına, üz cizgilərinə və əyrimçi ayaqlarına xərclənir. Əliyevlər ailəsinin itləri, pişikləri Azərbaycan xalqından daha yaxşı yaşayır. Bu o deməkdir ki, Azərbaycan hakimiyyətinin gözündə xalqın dəyəri heyvandan daha aşağıdır. Ümid edirəm ki, xalq bunu başa düşüb. Xalq bunu başa düşüb ayağa qalxacaq və zalım hakimiyyət devriləcək.